Bütün meslektaşlarımı salamlayıram. İnşallah ki bizim də sunumumuz hər biriniz üçün maraqlı keçər. Və mən Doktor Enura Mustafayeva, cərrah mama ginekoloq, hal-hazırda Məlhəm Hospitalda sonsuzluq mərkəzində işləyirəm. Və bizim yaralı yerlərimizdən biri də ki, əlbəttə ki, uşaq məsələsidir. Çünki biz elə bir ölkədə yaşayırıq ki, bizim üçün, yəni qadınlar üçün uşaq sahibi olmaq, hətta öz həyatlarını qurban vermə hesabına belə gözə alacaq dərəcədədir. Ona görə süd vəzi xərçəngi də çox geniş yayılmış xərçəng olduğu için ve kadınlar arasında birinci yeri tuttuğu için statistik olarak bizim de çok rast geldiğimiz bir problemdi. Ve süt bezi xərçəngi ekstrakorporal müalicə hem onkologlar için hem de reproduktologlar için sağlamlık bakımından çok çok önemlidir. E, Belə ki, son zamanlarda bunu qeyd elədim zaten qadınlarda en çok rast gelen xərçəng növüdür. Həmçinin diagnostika yaşı erkən qoyulur artıq. Bu da hər halda tibbin dünya üzrə inkişafı üzrə həmçinin də həkimlərimizin, yəni onkologlarımızın da bu işdə böyük əməyi vardır və yəni müasir dövrdə zaten xərçəngin gəncləşməsi də burada özünü göstərir. Normal olaraq da bu məsələdə qadınların ana olmaq və uşaq sahibi olmaq məsələsi problemi ortaya çıxır. Əlbəttə ki, xərçəng ümumiyyətlə doğurganlığa mənfi təsir edən bir problemdir. Təkcə süd vəzi xərçəngi deyil. Biz ne edirik? Ekstrakorporal maylanma və süd vəzi xərçəngi. Burada hormonların rolu bizim için çok önemlidir. Bilirsiniz ki ekstrakorporal maylanmada biz hormonlardan geniş istifade edirik ve bu da estrogen hormonunun yükselmesine, həmçinin də sonradan da progesteron dəstəyi verdiğimiz için yani hormonal həssas süd vəzi xərçəngi də hormonal həssas bir problem olduğu için bizim əsas problemlərimizdən birinə çevrilib və bu biz estrogen səviyyəsinin müvəqqəti olaraq artmasının səbəbi olaraq əlbəttə ki, ekstrakorporal maylanmada göstərə bilərik. Genetik faktorlara gəldikdə isə genetik mutasiyalar və erkən yaşda menstruasiya başlanğıcı da ekstrakorporal müalicəyə təsir edir. Bunun üçün karyotip analizi önemlidir. Yəni əgər öyküsündə, anamnezində, ailəsində belə bir problemi olan, həmçinin də erkən menstruasiya görən pasientlərimizdə genetik tanı qoymaq üçün karyotip analizinə yönləndirilə bilər. Belə pasientlərdə biz reproduktiv sağlamlığın qorunması məqsədi ilə oosit və embrion dondurulmasını mütləq şəkildə tövsiyə edirik. Əlbəttə ki, burada yük ən çox onkologlarımızın üzərinə düşür. Çünki bu pasientlər onlara müraciət edirlər və pubertat dönemdə biz bu pasientlərə yumurtalı dondurulmasını əgər məsləhət görürüksə ki, hal-hazırda bu Azərbaycanda həyata keçirilmir. Doğurganlıq yaşı olduğu zaman artıq yumurta dondurulmasına və embrion dondurulmasına yönləndirilir. Əgər pasient evli deyilsə, əlbəttə ki, biz məcburən onu yumurta dondurulmasına yönləndirməliyik. Niyə görə evli qadınlara biz mütləq embrion dondurulmasını məsləhət görürük? Çünki bizim təcrübəmizə görə və dünya təcrübəsinə görə yumurta dondurulma yumurta hüceyrənin keyfiyyətinə təsir edir. Amma embrion dondurulma hal-hazırda yeni üsullarla və geniş təcrübəyə əsasən embrion keyfiyyətinə təsir etmir. Və letrazol qanatropin tərkibli aşağı estrogen protokolların tətbiq edilməsi bu pasientlərdə həmçinin də ümumiyyətlə artıq dünya miqyasında ekstrakorporal mayalanmada həmçinin də biz öz klinikimizdə Azərbaycanda çox aşağı doz artıq qanatropinlərdən istifadə edirik. Belə ki, burada həm xərçəng məsələsi nəzərə alınır, həmçinin də ki, çox yüksək keyfiyyətli həqiqətən yumurta hüceyrənin əldə olunması üçün artıq təsdiqlənib ki, aşağı doz qanatropinlər getməsi daha faydalı olur pasientlər üçün. Yumurtaların toplanması kimyoterapiya başlamazdan 2-3 həftə əvvəl tamamlanmalıdır. Və ona görə kimyoterapiya başlamadan öncə əlbəttə ki, bu pasientləri
ekstrakorporal mayalama mərkəzlərinə yönləndirib onların yumurtalarını ya da embriyolarını dondurmaq lazım gəlir. Və reseptorların hormona həssas süd vəzi xərçəngində ümumiyyətlə ekstrakorporal mayalanma edən həkimlərin böyük onkoloqlara da əlbəttə ki ehtiyacı olur. Ümumiyyətlə bu bizim bir iş birliyimizdir. Yumurtaların nəzarətli stimulyasiyası əlbəttə ki bizim üçün çox-çox önəmlidir və buna xüsusi diqqət yetiririk. Əlavə hormonal müalicə ilə transferə hazırlıq, yəni bilirsiniz ki, embrion transferində də biz hormonlardan istifadə edirik. Amma bu pasiyentlərdə təbii sikl dediyimiz üsuldan geniş istifadə olunur. Yəni əsasən hormon vermədən pasiyent əgər düzənli adət görürsə, özünün yəni hormonları nəticəsində folikulometri bir baxımdan aparılır və folikulun partlamasından sonra artıq biz transfer edirik. Yəni orada da hormonal terapiyaya diqqət yetiririk. Pasiyent və həkim qərarı ilə hormonal müalicəyə müvəqqəti fasilə verilə bilər. Amma əlbəttə ki, biz bu işlə qarşı-qarşıya qaldığımızda pasiyent çox zaman fərqli, yəni bizim mentalitetə görə hər halda fərqli qərarlar verə bilir. Ona görə biz pasiyentlə mütləq şəkildə başqa ixtisas, yəni psixiatr, psixoloq, onkoloqla birlikdə qərar verilməsi daha anlamlıdır. Mutasiya daşıyıcıları bu BRCA mutasiya daşıyıcılarını ümumiyyətlə dünyada çox geniş yayılıb. Ən geniş yayılan ölkələrdə bunu artıq profilaktik olaraq qadınlar bu analizdən keçirlər. Bizdə hələ ki belə yəni deyil, ancaq ailədə belə bir ölkə olduğu zaman pasiyentlər bunu xəbərdar olurlar bu analizdən. Süni mayalanma o baxımdan da bizim üçün önəmlidir. Çünki hələ heç bir klinik yoxdur. Amma bu gen təsbit olunub və pasiyent əlbəttə ki öncədən yumurtalarını və ya embriyolarını dondurmaq üçün ekstrakorporal mayalama mərkəzlərinə müraciət edə bilir. Və ekstrakorporal mayalanmanın da buna görə gənc yaşda planlanması daha anlamlıdır. Həmçində bizim PGD dediyimiz preimplantasyon genetik analiz deyilən bir işlem var və həqiqətən də biz bu geni ana vətninə embrionu yerləşdirmədən öncə o geni təsbit edə bilərik. Əgər ailə öyküsü varsa, o geni daşımayan bir embrion seçilə bilər. Diaqnozdan öncə doğurganlığın qorunması. Və burada da qeyd etdiyim kimi PGD genetik seçim imkanının olması ekstrakorporal mayalanmanın süd vəzi xərçəngində üstün yəni variantlarından biridir. Və burada da qeyd etdiyim kimi biz bunu edə bilirik və bu geni çıxdaş edə bilirik. Yəni bu genin mutasiyalarını. Yumurtalıq rezervi baxımından da bu aldığımız yəni xərçəng əleyhinə olan bütün terapiyalar yumurtalıq rezervinə mənfi təsir edir və əlbəttə ki yumurtalıq rezervi ümumiyyətlə reproduktiv sistemdə əvəzi olunmayan anlamlı bir hissədir bizim üçün. Bəzi araşdırmalara görə mutasiya olduğu zaman qadınlarda daha erkən yaşda azala bilir. Yəni belə bir çalışmalar da vardır ki, BRCA-nın yəni daşıyıcısı olan, mutasiyasının daşıyıcısı olan qadınlarda yumurtalıq rezervi daha erkən yaşlarda düşməyə başlayır. Və belə halda da əlbəttə ki ekstrakorporal mayalanma tövsiyə olunur. Müalicədən sonra və müalicədən əvvəl əlbəttə bu bəzən tartışma konusu ola bilir ki, biz ekstrakorporal mayalanmanı nə zaman təyin eləyək pasiyentə. Müalicə başa çatdıqdan sonra xüsusilə estrogen reseptorları həssas xəstələrdə adətən 5 il gözləmə tövsiyə olunur. Yəni bu gözləmə dönəmi 2-5 il arasında dəyişir. Bunda onkoloqla bərabər qərar verir reproduktolog. Hamiləlik xərçəngin təkrarlanma riskini artırmır. Bu artıq çalışmalar üzrə özünü təsbit edən bir məsələdir. Ekstrakorporal müalicə vasitəsilə baş verən hamiləliklərin sağlam nəticələri vardır. Yəni bu statistika 35-40%-dədir. Hormonal müalicə müddəti tamamlandıqdan sonra embrion köçürülməsi həyata keçirilə bilər.
yediyim təbii üsulla da, yəni təbii sıxılla da bu mümkündür. Və burada güvənlik və etik normalar da əlbəttə ki, hər bir reproduktolog üçün də, hər bir həkim üçün də çox önəmlidir. Hamiləlik planlaması üçün onkoloq və reproduktolog birlikdə qərar verməlidir. Xərçəngin təkrarlama riski diqqətə alınaraq ən az 2-5 il gözləmək lazımdır. Bu müddət ərzində xəstə ilə informasiya mübadiləsi aparılmalıdır. Və nəticə olaraq süd vəzi xərçəngi keçirən qadınların reproduktiv sağlamlıqlarının qorumaq mümkündür. Ekstrakorporal maylanma həm müalicə öncəsi, həm müalicə sonrası tətbiq edilə bilər. Multidisiplinar yanaşmanın böyük önəmi vardır. Yəni, az öncə qeyd etdiyim kimi, onkoloq, ginekoloq və psixoloq və s. Dinlədiyiniz üçün təşəkkür edirəm.